Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Biz sizinləyik. Verilişi, sosial verilişimiz efirdədir. Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatının Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Konstitusiya və Suverenlik ilinə həsr olunmuş cəmiyyətdə yenidən bağlantı və sosial inteqrasiya adlı layihəsini həyata keçirir. Bu layihə üzərində çox çalışan, zəhmət verən bir insanı, yəni layihə rəhbərini təqdim edirəm. Tahir Xudiyev Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri və layihə rəhbəri. Xoş gəlmisiniz. Sabahınız xeyir olsun. Necəsiz? Sağ olasınız. Mən də bütün tamaşaçıları salamlayıram. Eyni zamanda studiyanın da əməkdaşlarını salamlayır və sağ ol deyirəm. Digər qonağımız isə Allahverdi Məmmədli Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyinin İdarə Heyətinin üzvü, Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru, əməkdar jurnalist, ədliyyə polkovniki. Xoş gəlmisiniz. Təşəkkür edirəm. Digər qonağımız isə Xatirə Cabbarzadə, Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyası, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş mütəxəssisi, prezident mükafatçısı, jurnalist. Xoş gördük. Necəsiz? Var olasınız. Minnətdaram dəvətinizə görə. Çox gözəl. Digər qonağımız isə Şuşa rayon icra hakimiyyətində Vətən müharibəsi iştirakçıları ilə, şəhid ailələri ilə İşin Təşkili Şöbəsinin müdürü, Qarabağ müharibəsi qazisi, 2-ci qrup müharibə əlili Elxan Ələkbərov. Xoş gördük. Minnətdaram dəvətiniz. Və digər qonağımız isə Zərnişan Azayevadır. Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyinin İdarə Heyətinin üzvü, əməkdar jurnalist. Xoş gördük hər birinizi. Təşəkkür edirik. Sizə də təşəkkürlər. Tamaşaçılarımıza da xoş gördük. Təşəkkür edirəm hər birinizə. Tahir müəllim, istərdim ki, bu layihə haqqında bizə məlumat verəsiniz. Layihəmizin əsas məqsədi ondan ibarətdir ki, layihə müharibə əlilləri və digər əlilliyi olan şəxslər, şəhid ailələri və imtiyazlı insanlar və hətta cəzaçəkmə müəssisəsində məhkum əlilliyi olan insanların özləri və ailələrinə sosial yardımdan ibarətdir. Layihəmiz çərçivəsində Belasuar avqustun, iyulun 8-də Belasuar rayonunda layihəmiz orada əlil və şəhid ailələrindən görüş keçiriləcəkdir. Bununla bağlı mən demək istəyirəm ki, keçən ildəki bu layihənin davamı olaraq Yardımlı rayonunda və Zaqatalada çox layihə ilə bağlı işlər aparıldı. Burada layihə zamanı həmin insanlara da dəstək olduq. Allahverdi müəllim, söz sizdədir. Bu layihə üzərində baxıram ki, sizin də zəhmətiniz az deyil. Buyurun, fikirlərinizi alaq. Təşəkkür edirəm. Tahir müəllim qeyd elədi. Bizim layihəmiz suverenlik və konstitusiya ilinə həsr olunub. Bilirsiniz ki, 2024-cü il 28 dekabrda Azərbaycan Respublikasının prezidenti xüsusi bir sərəncam imzaladı və bu sərəncama əsasən 2025-ci il Azərbaycanda suverenlik və konstitusiya ili elan olundu. Bilirsiniz ki, bundan əvvəl də biz müstəqillik haqqında konstitusiya aktı qəbul eləmişdik. Bu təsadüf eləyib 1991-ci ilə 18 oktyabra təsadüf eləyib. Amma bununla bərabər bilirsiniz ki, daimi olaraq bizim torpaqlarımız işğal altında olub xeyli müddət və bundan sonra biz suverenliyimizi bərpa eləmişik. Bunun prezidentin sərəncamının mənası var. Yəni biz 5 il bundan əvvəl, yəni 2020-ci ildə Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyimizi bərpa eləmişik. Suverenlik sözünün də mənası odur ki, hörmətli tamaşaçılarımız bunu bilməlidirlər. Suverenlik dövlət hakimiyyətinin demək, bütün torpaqlarımızda hökmranlığı deməkdir. Yəni dövlətin hökmranlıq hüququ deməkdir. Və biz də bunu bərpa eləmişik. Ona görə də bu suverenliyimizin 5 ili tamam olur bu il, 2025-ci ildə. Biz buna görə bu suverenlik ili elan eləmişik. Daha doğrusu prezidentimiz elan eləyib və konstitusiya ili. Bu da konstitusiya ilində bilirsiniz ki,
demək 30 illiyi tamam olur konstitusiyamızın. 1995-ci ildə 12 noyabrda konstitusiyamız qəbul olunub. Bu konstitusiyamızın qəbul olunmasında Ulu Öndər Heydər Əliyevin çox böyük əməyi olub və təsəvvür eləyin ki, bu konstitusiyamızın hər bir maddəsində Ulu Öndərimizin əməyi var, onu öz əlləri ilə yazıb və bugün biz bu il daha doğrusu onun 30 illiyini qeyd edirik. Ona görə də prezidentin sərəncamına əsasən 2025-ci il həm suverenlik ilidir, çünki suverenliyimizin bərpasının 5 ilidir, torpaqlarımızın azad olunmasının 5 ilidir və konstitusiyamızın 30 illiyidir və buna görə də bu il 2025-ci il bizim üçün həm suverenlik ili, həm də konstitusiya ili kimi tarixə düşür. Və bu konstitusiya ilində mən nə demək istəyərdim? Biz, layihəmizin də məqsədi odur. Biz daimi olaraq suverenliyimizin bərpa olunmasında əməyi olan insanları biz təbliğ eləməliyik. Yəni, burada bilirsiniz ki, müharibədə əlil olan bizim insanlarımız var və əlillər cəmiyyəti olaraq biz onlara qayğımızı heç vaxt əsirgəməməliyik. Ona görə ki, onlar bizim suverenliyimizin bərpasında çox böyük əmək sərf ediblər. Onlar suverenliyimiz uğrunda öz canlarından keçiblər. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə Allah can sağlığı versin və biz onlara qayğını əsirgəməməliyik. Biz bu layihədə nəzərdə tutmuşuq ki, Tahir müəllim qeyd elədi, biz bu illəri mütəmadi olaraq rayonlara gedəcəyik, o əlillərlə görüşəcəyik, əlil ailələri ilə... Əlillər də var da, bura daxildir, eləmi? Bəli, əlillərə də dəstək olursunuz. Əlil ailələri ilə görüşəcəyik, bu bizim layihəmizdir, ona suverenliyimizi bərpa eləyəndən sonra biz bu işləri görməyə borçluyuq. Düzdür, biz bunu onsuz da hər il sevə-sevə eləyirik, amma bu il xüsusilə biz bunu hesab eləyirəm ki, bu layihə üzərində xüsusilə biz işləməliyik və bu layihənin bütün müddəalarının, bütün maddələrinin həyata keçirilməsi üçün biz çalışmalıyıq. Mən hesab eləyirəm ki, biz bunun öhdəsindən gələcəyik, bizi rayonlarda yəqin ki, gözləyirlər. Tahir müəllim qeyd elədi, biz bu aydan başlayaraq biz rayonlara səfər eləyəcəyik. İyul ayında Biləsuvara səfərimiz var və geniş şəkildə biz orada tədbirlər həyata keçirəcəyik. Çox gözəl, böyük bir layihədir. Bəli. Mən də sizə uğurlar arzu edirəm bu layihədə. Mən çox qürur duyuram ki, belə bir heyətdə bizim alimlərimiz, mütəxəssislərimiz bu işlərlə mütəmadi məşğuldurlar. Fürsətdən istifadə eləyib, qarşıdan gələn Qurtuluş Bayramı münasibəti ilə də bütün Azərbaycan xalqını təbrik eləyirəm. Mən o vaxtların canlı şahidiyəm. Ölkəmizin çox böyük, acınacaqlı bir vəziyyətə düşmüşdü. Hətta dövlətimizi itirə bilərdik. Belə bir çətin dövrdə Ulu Öndərimizin Respublikamıza gəlməsi, xalqın təkidi ilə əhalimizi, xalqımızı, millətimizi bir yumruq ətrafında birləşdirməsi və o cəbhə bölgəsində 93-cü ildə ağır günlər yaşayırdıq və mən qürur duyuram ki, bizim hal-hazırda gözəl bir, hər bir düşmən cavab verə biləcək bir ordumuz var və bizim də məqsədimiz, bizim də hər bir Azərbaycan vətəndaşının arzusu mükəmməl bir dövlət ətrafında birləşmək, Ali Başkomandanın bütün əmr və tapşırıqlarını hər bir vətəndaş sözsüz qürurla yerinə yetirməlidir. Sağ olun, minnətdaram hər biriniz. Təşəkkür edirəm, mən də sizə. Burada 3 əsas amil olub suverenliyimizin bərpasında. Bəli. Birinci növbədə dövlət, onun başında duran Ali Başkomandan, ikinci xalq, üçüncü ordu. Bəli. Hamısı bir yerdə Yəni bunlar yumruq kimi birləşdi. Dəmir yumruq. Təsadüfi deyil ki, Şuşada yumruq şüşəsi var. Bəli, dəmir yumruq şüşəsi. Eşq olsun birliyimizə. Eşq olsun. Amma bilsin necədir, burada hərbiçilərimizdir, hərbi həkimlərimizdir, müzəffər ordumuzdur, əskərlərimizdir və onlara dəstək olan və bugün medianın da orada, media da bir əskəridir. Onlar orada əziyyət çəkirdirlər, döyüşürdülər, biz burada bütün Azərbaycan xalqı bir orduydu. Eşq olsun sizə. Mən kövrəlirdim, Doğrudur. Bütün Azərbaycan xalqı bir ordu oldu. Təşəkkür edirəm. Davam edirik və mən onu demək istərdim ki, bu cəmiyyət yarandığı gündən siz də, Xatirə xanım, bu cəmiyyətin bir üzvüsüz və fəalsınız.
İstədim bu haqda biraz məlumat verəsiniz. Buyurun. Bəli. Tanıyaq Deməli, sizi. Buyurun. Bəli, deməli Beynəlxalq Əlillər Cəmiyyəti 2008-ci ildən təsis olunub və böyük şərəfli yol keçib. Amma mən qeyd eləmək istəyirəm, burada xüsusi vurğulamaq istəyirəm. Xüsusən də bu il milli mətbuatımızın 150 illik yubileyi qeyd olunacaq. Respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı var bu haqda. Fürsətdən istifadə edərək sizi, sizin televiziyanızın rəhbərliyini, eyni zamanda burada həmkarlarımız əyləşib, onları da təbrik eləyirəm. Və burada bir məqamı qeyd eləmək istəyirəm ki, Beynəlxalq Əlillər Cəmiyyəti hələ fəaliyyətə başlamazdan öncə əlillərin mətbuat qaranquşu olan Əlillər Dünyası yaranıb, işıq üzü görüb 2003-cü ildə. Və deyəndə ki, Beynəlxalq Əlillər Cəmiyyəti 22 il artıq şərəfli yol keçib gəlib, biz heç də yanılmarıq. Və elə o dövrdən başlayaraq artıq əlillərlə işlər həyata keçirilib, onların problemləri ilə maraqlanıb, yaxından və onların yaşayış tərzi olsun, sosial, Bəziləri var, hüquqlarını bilmirlər, öz hüquqlarını bilməkdə hüquqlarının müdafiəsi ilə bağlı müraciətlər olunub və onlar indiyədək həyata keçirilib özdə böyük uğurla. Mən bir məqamı qeyd eləmək istəyirəm, xüsusən də bu layihə haqqında ətraflı deyildi. Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi yardımı ilə keçirilən, maliyyə yardımı ilə keçirilən bu layihə demək istəyirəm ki, bu sosial inteqrasiya məsələsi bugünkü günün əslində aktual problemidir. Çünki təsəvvür edin, heç deyək ki, əlilliyi olmayan bir insan, sağlam bir insan, əgər cəmiyyətdən təcrid olsa özünü necə hiss eləyər? Bir məqamı yadınıza salmaq istəyirəm, pandemiya dövrünü. Bütün insanlarda bir ruh düşkünlüyü var idi. Sanki xəstə olmayan da özünü xəstə kimi hiss eləyirdi. İndi əlilliyi olan şəxslər xüsusən illər boyu bir əlil arabasında əyləşən, tam belə deyək, fiziki məhdudiyyəti olan şəxslərimiz var və amma onların arasında çox fitri istedada malik olan insanlar var. Elə bizim üzvlərimizin özləri də var və biz onların istedadlarını üzə çıxarmaq üçün tədbirlər keçiririk. Ümumiyyətlə bütün tədbirlərimizdə, müzakirələrimizdə, dəyirmi masalarımızda biz onların əl işlərini yayımlayırıq, göstəririk. O özü bir motivasiyadır. Bəli. İnanın ki, bizim bilirsiniz ki, bizim beynəlxalq cəmiyyətdə və bizim beynəlxalq təşkilatların nümayəndələri ilə, səfirliklərlə bizim çox böyük əməkdaşlığımız var yaxından və onları biz hər dəfə öz tədbirimizə dəvət edəndə onlar o şəkillərə, o rəsm əsərlərinə baxanda deyirlər ki, baxırlar və biz təqdim eləyəndə ki, bu üzvümüzün əsəridir. Onlar deyirlər, doğrudanmı? Biz elə bildik ki, bu tanınmış bir rəssamın şedevr əsəri. Amma o rəsm əsərləri necə bir əsər? Elə xatırlayıram, neçə dəfə xarici ölkədə həmin əlilliyi olan insanların sərgisini keçirmişik. Bəli, sərgilərdə keçirilib. Bütün tədbirlərdə sərgisi. Ondan əlavə biz tədbirlərə adətən, biz tədbir keçirəndə tədbir xatirinə keçirilmir bu. Bu o qədər canlı olur, o qədər istəklə olur ki, deməli biz həm dövlət təşkilatlarında aidiyyatı qurumların rəsmilərinin, əlillərlə iş şöbələrinin, sektorlarının rəsmlərini də dəvət edirik. Öz o əlillərimizi də dəvət edirik. Və onların birbaşa canlıda artıq əlillərimiz öz problemləri haqqında danışırlar. Və o dövlət qurumlarında olan rəsmilər də bunu dinləyirlər, eşidirlər, nəzərə alırlar. Bir növ, biz onu özümüz də edə bilərik. Biz bunu ne üçün edirik? Cəmiyyətə onları inteqrasiya edirik. Və mən sizə bir fakt deyəcəm. Bizim bir Salih Əzizli, bizim bir üzvümüz var. Tam fiziki məhdudiyyətlidir. Əlil arabasındadır. O bizə təzə üzvlüyə gələndə o qədər çəkingəni idi. O qədər tamam başqa bir insan idi. Amma indi həmin adam təsəvvür eləyin ki, öz hüquqları ilə bərabər özü yaxşı müraciət eləyir, onlar müraciət eləyir hansısa təşkilata. Müdafiə edirlər. Və başqa əlillərin də deməli gedib bir təşkilata öz sözünü demək üçün gedib və görüb ki, şəhid ailələri orada əyləşib. O ictimai vəkilliyi. Bəli, onlara yaxınlaşıb deyib ki, o gedib həmin qurumda deyib ki, bilirsiniz, şəhid ailələri növbəsiz keçməlidir. Yəni, baxın, deməli, bu irəliləyişdir. İnteqrasiya budur. Ondan başqa, Tahir müəllimin rəhbərliyi ilə, özdə xüsusi fədakarlığı ilə bizim əlil uşaqlar
də var bizim cəmiyyətin üzvləri olaraq. Əlil uşaqlarımız Moskva Dövlət İqtisad və Humanitar Universiteti var. Həmin universitet bir festival keçirirdi. Həmin bu uşaqlarla, bu cür uşaqlarla bağlı. Həmin festivala çox çətinliklə minik avtomobili, o vaxt quru yollar açıq idi. Minik avtomobillə öz vəsaiti hesabına Tahir müəllim bunu təşkil elədi. O uşaqlar gedib o istedadlarını orada sərgilədilər və sertifikatlarla. Bir neçəsində Xatir xanım, orada universitetə köməklik edir. Bəli, tələbəsi olub, bəli. Yəni bütün bunlar cəmiyyətin gördüyü işlərin bir hissəsidir. Yəni bir də mən qeyd eləmək istəyirəm, bizim cəmiyyət Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya, eyni zamanda İnsan Haqları İnstitutu və digər elmi müəssisələrlə əməkdaşlıq edib və yaxud da onların bu Elmlər Akademiyasının alim və mütəxəssislərlə birgə, məsələn, nəşrlərimiz olub, onların fikri, rəyi nəzərə alınıb. Eyni zamanda Elmi Mərkəzi Kitabxanasında, Azərbaycan Milli Elmlər Akademiyasının Elmi Mərkəzi Kitabxanasında bizim bir ərsəyə gətirdiyimiz məhbus əlil məhbusların hüquqları haqqında olan kitabımız ki var. Onun həmin kitabın elektron variantı Mərkəzi Elmi Kitabxanadadır hazırda, elə çap variantı da. Və demək istəyirəm ki, ümumiyyətlə Milli Elmlər Akademiyası hər zaman bizim tədbirlərin keçirilməsində, o məkan məsələmizdə bizə qapılarını açır. Həm Mərkəzi Elmi Kitabxanada, burada vurğulamaq istəyirəm, eyni zamanda Yeni Azərbaycan Partiyası bizə məkanla bağlı. Ümumiyyətlə, dövlət təşkilatlarına biz təşəkkür edirik ki, hər biri bizim üçün lazım olan vaxtda o qapılarını açırlar və biz də öz layihələrimizi və tədbirlərimizi həyata keçirə bilirik. Mən bir də demək istəyirəm, bir tədbirimizin də mən aparıcısı olmuşdum, bir neçə tədbirin elə Mərkəzi Elmi Kitabxanada keçirilirdi. Orada həmin o fiziki məhdudiyyətli uşaqlar öz istedadlarını nümayiş elətdirəcəklər. İnanın mənə, onlar geyimləri ilə hazırlaşırdılar, necə həvəsli idilər. Və biz əslində, mən bir çağırış da eləmək istəyirəm, elə sizin televiziyanız vasitəsilə, biz əslində fiziki məhdudiyyətli insanları elə uşaqlıqdan inteqrasiya eləməliyik cəmiyyətimizə. Bizim, onu düz deyirsiniz, amma bizim televiziyamızda yayınlanan proqramda, elə mənim öz verilişimdə də o qədər uşaqlar var ki, gözdən əlildirlər, amma gözəl oxuyurlar, rəsm çəkirlər, amma elə, yəni sağlamlıq imkanları məhdud olsa da, amma rəsm çəkirlər, şeir müsabiqəsi olub bizim televiziyamızda, məhz fiziki sağlamlığı məhdud olan uşaqlarımız, istedadlı balalarımız o layihədə iştirak ediblər və necə sevə-sevə, gözəl iştirak ediblər. Mən baxanda heyranlıqla o uşaqlara baxmışam. Bundan əlavə də bizim televiziyamızda bu həqiqət layihəsi olub ki, həmin o layihədə heç bir televiziyada elə veriliş yox idi. Bizim televiziyamızda ilk layihə bu həqiqətdir və o verilişdə də sağlamlıq imkanları məhdud olan insanlara dəstək olmuşuq. Yəni, bu televiziyamız yarandığı gündən belə olub. Belə siz çağırış deyirsiniz, yəni demək istəyirəm ki, biz onu eləmişik. Eləməyənlər varsa onlar da eləsinlər, amma bu yaxşı bir işdir. Yəni doğrudan yaxşı bir işdir. Doğrudur. Əslində bu bizim hər birimizin bir vətəndaşlıq borcudur. Bəli, vətəndaşlıq borcudur. Deyir, yaxşılıq bir tarladır da. Nəyi əkirsən, onu da biçirsən. İnanın, Tahir müəllim, sizin etdiyiniz bu yaxşı əməl heç vaxt cavabsız qalmayacaq. Bunu mən öz fikrimdə, öz subyektiv fikrimdə deyirəm. Çünki mərhəmətli hər insan olmur da, bilirsiniz onu. Gərək mərhəmətli olmaq üçün mərhəmətli doğulasan. Mən elə fürsətdən istifadə etmək istəyirəm. Bu layihədən kənar biz Azərbaycanımızda dövlətimizin haqq sözünü də dəfələrlə Avropanın müxtəlif şəhərlərində demişik və layihədən kənar tədbirlər keçirmişik. Amerika Birləşmiş Ştatlarında da olmuşuq bizim cəmiyyətimiz. O 2008 ildə dövlətimizin mənafeyini hər də olmuşuq, elə müdafiə etmişik. Hətta xanım kanslerin iştirak etdiyi, elə Zənişah xanımoğlu bizdən tərcüməçi getmişdi. 182 televiziya vardı, bütün dünyadan orada iştirak edirdi. Azərbaycan haqq sözünü orada çatdırılmışıq. Bəli. Yəni bu özümüzün içimizdən gələn o arzu ilə. Sevgidir. O sevgi, o arzudur. Yenə də deyirəm ki, insan nə qədər yaxşılıq edir, bir o qədər də cavan qalır. Dəyişirmir. Zənişah xanım, bir qələm sahibi kimi, bir yazar kimi, bir jurnalist kimi sizin də bu cəmiyyətdə faydanız çoxdur. İstədim bu haqda biraz danışaq. Cəmiyyətin bütün üzvlərinin faydası deyərdim ki, var ki, birliyimiz yaranıb da. Altında çox gözəl və xüsusilə bu il Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət
dəstəyi agentliyinin maliyyəsi ilə hasilə gələcək, artıq başlanılıb bu layihəmizə. Bu layihə ki, bizim suverenliyimizə, konstitusiyamıza həsr olunub. Necə böyük bizə şans verir, daha böyük bir meydan açır. Daha qürurluyuq, daha deyim sizə ki, o qədər, yəni ki, hər kəsin payı var. Yəni, konstitusiyamızda hər bir vətəndaşın payı var, bizim dövlət konstitusiyamızda. Amma bu dəfə daha qürurluyuq. Çünki biz bu layihə ilə həm də o biraz həssas qrupumuza daha çox diqqət ayırmalıyıq. Bəli. İmtiyazlı şəxslərimizə daha çox diqqət ayırmalıyıq və layihəmiz həm Bakıda, həm burada keçiriləcək və həm də ki, bizim böyük bir tədbirimiz olacaq, beləsi var da. Çox böyük tədbirimiz olacaq. Nə gözəl. Və bu konstitusiyamızda bizim həmin imtiyazlı şəxslərin hüquqları necə yüksək səviyyədə göstərilib dövlət qanunlarımızda, bunu artıq şərh eləməyə, heç bəyan etməyə də, şərh etməyə əsas yoxdur, çünki hər şey göstəricidir və bunlara artıq bizim o imtiyazlı şəxslərə qoşulanlarımız var, bizim qazilərimizin ailə üzvləri, qazilərimiz, sonra şəhid ailələrimiz daha çox diqqətli olmalıyıq, daha çox həssaslıq göstərməliyik, çünki cəmiyyətimiz vətəndaş cəmiyyətidir, biz artıq elə bir inteqrasiyadan keçirik ki, bu bizim vətəndaşlıq borcumuzu bir daha özümüzə xatırladır, bir daha o diqqətdən, yəni diqqətdən kimsə kənarda qalmamalıdır. Hər kəs o diqqətin içində olmalıdır. Hər kəs bir bərabər olmalıdır. Bəli, bərabər tutulmalıdır. Onlara daha çox diqqət ayırmalı. Daha çox diqqət almalı. Daha çox boynumuzun borcudur bunları eləmək. İllərlə bu beynəlxalq həmin bizim Əlillər Dünyası qəzetində də öz əksini tapıb. Göstərilən bütün tədbirlərdə də və inanıram ki, bizim Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi verən agentliyimizin xəttindən bu işi bu ildə çox gözəl, yüksək səviyyədə, uğurla həyata keçiriləcək və artıq start verilib belə Sağ ol Zənişah. İş başındayıq. Zənişah xanımdan İş başındayıq. belə, Allah vermə, bir fikrim yapmadı. Dedi çox illər öncə, 20 il bundan öncə Zənişah xanımla ilk tanışdığımız Azərbaycan Dövlət Televiziyası ilə mənə xahiş elədilər ki, bəs Dövlət Televiziyasının Dərbənddə, Dərbənd qalasının Azərbaycan günlərini keçirməyə. Mən də çox arzu ilə bu xanımları götürdüm operatorla Dərbənddə Azərbaycan günləri keçirilməyində iştirak edən Noru Şənliyinə. O vaxtdan bu günə kimi dostluq və bəli, belə fədakar birliyimiz başladı. Bəli, elə həmin o Dərbətdən o vətənpərvərisi, milli ruhluq, elə mən xanımda o vətənpərvərisini o vaxtdan hiss elədik. O vaxtdan da bir bacı qardaş kimi bir cəmiyyətdə bir ailə üzvü, idarətin üzvünə çevrildik. Əlbəttə ki, artıq sizin cəmiyyət bir ailədir də, bir ailə üzvləridir. Yenilər də yazılır mı Tahir müəllim? Bəli. Yeniləri var mı yeni? Yeniləri? Yenilənirmi bu Yeniləri bizdə idarə etimiz yenilənmir, tam bizim idarə... Üzvləri deyirəm. Üzvlərimiz, bəli, üzvlərimiz müraciət edənlər. Məsələn, mən istəyirəm, Tahir müəllim, sizin cəmiyyətdə olun. Sağlam siz də ola bilərsiniz. Sağlam insan məsələn deyirəm də. O demək deyir ki, əlil insan üzvü olsun. Sağlam insan da üzvü olur. Jurnalistlər biliyi ilə, bacarığı ilə cəmiyyətə dəstək olur. Çox gözəl. Siz cəmiyyətə dəstəksiniz. İnanıram ki, cəmiyyətdə də sizi izləyənlər, ətrafınızda olan insanlar sizə yaxşı mənada birliyi ilə dəstək olacaq. Çox sağ olun. Təşəkkür edirəm. Son fikirlərinizi alaq. Biz suverenliyimiz və konstitusiyamız haqqında danışdıq və tamaşaçıların nəzərinə çatdırım ki, konstitusiyamız bizim ən ali qanunumuzdur. Burada təkcə dövlətin hüququ, siyasi, iqtisadi əsasları təsbit olunub, həm də insanların hüquq və azadlıqları təsbit olunub. Ona görə də bu hüquq və azadlıqlar içərisində həm də bizim əlilliyi olan insanların da hüquq və vəzifələri öz əksini tapıb. Və biz bu iş üçün çalışırıq və xanımlar, xanım xüsusilə qeyd elədi. Mən xanımların əməyini xüsusilə qeyd eləmək istəyirəm. Bu suverenlik ilində bizim müstəqillimizin bərpasında zahirən belə görsənir ki, bu ordunun daha çox kişilərin üzərində düşən bir missiyadır ki, bizim suverenliyimizi bərpa ediblər. Əslində belə deyil. Qadınlarımızın nə qədər böyük əməyi olub bu işdə. Xüsusilə jurnalist qadınlarımızın əməyini. Bax, sizin hər üçünüzü qiymətləndirmək istəyirəm. Bəli, prezidentimiz xanım qeyd elədi. Həm də milli mətbuatımızın
150 illik yubileyini qeyd eləmək üçün xüsusi sərəncam imzalayıb. Və mən bu sərəncama görə bu jurnalist qadınların hər üçünü təbrik eləyirəm. Təşəkkür edirik. Çox Uğurlar təşəkkür. arzulayıram. Suverenliğimizin bərpasında onların çox böyük əməyi olub Təşəkkür. və arzu eləyirəm ki, Təbrik bundan edirəm. sonra da uzun fəaliyyətlərini Çox uğurla davam təşəkkür. eləsinlər. Çox təşəkkür edirik. Allah verməsin. Bu gün o nəsli sizlər böyüdürsünüz. Minnətdarıq, minnətdarıq. Mən də fürsətdən istifadə edərək bütün Dünya TV-nin kollektivinə təşəkkürümü bildirirəm. Eyni zamanda tamaşaçılara, bizi izləyən tamaşaçılara müraciət edirəm ki, layihənin gedişatı vaxtı əlilliyi olan və imtiyazlı şəxslər hər biri müraciət edə bilərlər. Biz də onların problemlərlə, maraqlı sosial problemlərə dəstək ola bilərik. Təşəkkür edirəm. Mən də sizin hər birinizə Sağ olun. təşəkkür edirəm. Çox sağ olun. Çox maraqlı bir veriliş oldu. İnanıram ki, silsilə olaraq davam edəcəyik. Hər birinizə sağ ol deyirəm. Hə, əzizlərimiz, əgər sizin də hər hansı bir probleminiz varsa, çözüm tapa bilmirsinizsə, nə edim, necə edim deyə düşünürsünüzsə, ekranda nömrə var. Birbaşa zəng vurursunuz. Təbii ki, sizə dəstək olacaqlar. Çünki biz sizinləyik.